Hormon qəbul etmə səni pis günə qoyar. Menopauza dövrünə keçid pasiyentlərə və yaxud da menopauza dövründə olan pasiyentlər həkimə müraciət edir. Deyir ki, istilik basmalarım var, əhval-ruhiyyəm tez-tez dəyişir, depressiyaya düşürəm, yuxusuzluğum var, tərləmələrdən əziyyət çəkirəm. Mən nə edim? Onlara isə əvəzində nə deyilir? Döz keçəcək. Nə badə hormon qəbul edəsən, sənə hormon olmaz. Bu fikirləri həmkarlar tərəfindən pasiyentlərə deyilməsi tibbi qərar deyil, heç bir protokola uyğun deyil. Menopauza cəmiyyəti nə deyir? Əgər qadın vazomotor simptomlardan əziyyət çəkirsə, yəni dediyim simptomlarda yuxusuzluq, tərləmə, istilik basma, əhval-ruhiyyənin dəyişməsi mütləq burada ən uyğun seçim əvəzedici hormonal terapiyanın almasıdır. Amma uyğun pasiyentlərdə müayinədən sonra. Əziz xanımlar, əlbəttə siz bu simptomlara dözmək məcburiyyətində deyilsiniz. Ona görə də düzgün mütəxəssisə müraciət edib hormonal terapiya ala bilərsiniz. Qaldı ki, əks göstərişlərini əlbəttə müayinədən sonra biz bunu pasiyentlərə deyirik. Belə.